Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Ümid edirəm ki, bayram günləriniz, tətil günləriniz gözəl keçir. Hər kəsə xoş istirahət arzu edirik. Biz isə işimizin başındayıq ki, sizə sağlamlığınız mövzusunda maksimum faydalı ola bilək və bizimlə keçirdiyiniz bir saat maksimum səmərəli keçsin. Bugünkü mövzumuz çox maraqlı mövzudur əslində. Uşaqların boyundan danışacaq. Necə olur ki, bəzi uşaqlar bəstəboy olur, bəzi uşaqlar baxırsan ki, yaşına uyğun boyu daha hündürdür. Bu nədən asılıdır? Valideynlər çox vaxt narahat olurlar bu məqamlarda və əslində müraciət etməli olduqları həkim burada uşaq endokrinoloqudur ki, bu mövzuda ən doğru məlumatı sizə bizim həkimimiz verəcək. Yeri gəlmişkən studiyada sizlə mən Doktor Tutu Zeynalovayam. Daimi izləyicilərimiz artıq bilir. Qonağımız isə uşaq endokrinoloqu Doktor Ləman Sultanova studiyamızdadır. Xoş gəlmişsiniz doktor. Çox şadam sizi görməyimə studiyamızda. Və əminəm ki, bugün də tamaşaçılara uşaqlarda boy qısalığı mövzusunda faydalı ola biləcəyik. Ümumiyyətlə, uşaqların boyunun hündür və ya bəstəboy olmaları nədən asılıdır? Yəni, burada bəzən çünki yadımdadır ki, əvvəllər, hələ indi də var ki, uşaqlara nə bilim, kök soku verirdilər, sonra müəyyən şirələr qarışdırıb verirdilər ki, uşağın boyu yüksəlsin və yaxud bizə yadımdadır, uşaq vaxt deyir ki, vaxtında yat, yoxsa boyun balaca qalacaq gecə yatanda. Bax, istəyirəm bugün müasir tibb bu məqamlarda hansı deyimlər öz təsdiqini tapıb bu məqamlara toxunaq? Ümumiyyətlə, boy uşaq endokrinologiyası yönündən təkcə antropometrik bir göstərici deyil. Boy sağlamlığın ən vacib göstəricisidir. Pediatrlar, eləcə də biz uşaq endokrinoloqları təkcə uşağın boyunu izləməklə, boyda kənara çıxmaları görməklə bir çox xəstəlikləri proqnozlaşdıra bilirik. Boy artımı multifaktorial bir prosesdir ki, burada ən başlıcası təbii ki, genetik amillər, daha sonra uşaq orqanizmində bütün orqan və sistemlərin harmonik işləməsi, uşağın düzgün, balanslı qidalanması və yuxu rejimi, fiziki aktivliyi, dərs yükünün balanslı olması, yəni bu qədər çox faktor uşağın boy artımında vacib rol oynayır. Qidalara gəldikcə isə, bəli, çox keçmişdən kök şirələri var idi, müxtəlif, indi də yeni tendensiyalar var, hansılar ki, bunlar müasir tibbdə öz təsdiqini tapmayıblar. Balanslı qidalanma boy artımı üçün yetərlidir, təbii ki, söhbət sağlam uşaqlardan gedir. Bəzən patoloji boy qısalıqları olur ki, misal üçün, o cür boy qısalığı olan uşaqlara nə qədər idmana qoyulsa da, nə qədər balanslı qidalandırılsa da, boy qısalığının altda yatan səbəbi aşkara çıxarılmadıqca, səbəbə yönəlik müalicə aparılmadıqca bir fayda əldə olunmur o halda. Uşağın hansı boyda doğulmağı, misal üçün uşaq var ki, 51 sm, 53 sm doğulur, eləsi var ki, daha kiçik ölçüdə doğulur. Uşağın doğulanda mövcud boyu, gələcəkdə onun boyu haqqında proqnoz verməyə kömək edirmi, yoxsa bunun gələcəkdə olacaq boya heç bir aidiyyatı yoxdur? Normal boyla doğulması 45-55 sm arası doğulma çox vacibdir. Lakin uşağın doğulduğu boydan daha çox uşağın kilosu onun gələcək boyunun proqnozunu verə bilir. Çünki bizdə SGA, gestasional SGA termininin qısaldılmış versiyası, gestasiya, hamiləlik həftəsinə görə az çəki ilə doğulan uşaqlar vardır. Bir uşağın çəkisi doğulduğu həftəsinə görə azdırsa və yaxud da ümumi rəqəm olaraq deyərsək, 2500 qramdan az çəki ilə doğulan uşaqdırsa, bu uşaq daim uşaq endokrinoloqunun 3 yaşa qədər nəzarətində olmalıdır. Çünki uşaqlar doğulduqları boydan, hələ doğulduqları boy uşağın gələcək boyu haqqında bir proqnoz vermir. Gələcək boy haqqında proqnozu uşağın 3 yaşındakı boyu verə bilər. Çünki uşaqlar az çəki ilə doğulanda, az kilo ilə doğulanda orqanizmin adaptasyon mexanizmləri işə düşür və o uşağı 3 yaşına qədər öz genetik boyuna, yaşıtlarının boy kilosuna gətirib çatdıra
artdıra bilir. Amma əgər ki, həmin bu 3 yaşa qədər həmin bu adaptasiyon mexanizmlər düzgün çalışmırsa, düzgün işləmirsə, bu halda uşaq artıq 3 yaşına gəlib çatdıqda öz genetik boy potensialından çox geri qalmış olur, yaşıdlarından çox geri qalmış olur və belə deyək, uşaq endokrinologiyasında boy qısaltmalarına yanaşma üzrə rəhbərliklər vardır ki, artıq həmin rəhbərlərə görə, həmin uşaqda biz boy hormon çatmazlığına görə deyil, həmin bu 3 yaşına qədər ketçap böyümə bizdə də böyüməyi yaxalama, həmin proses baş vermədiyinə görə birbaşa uşaqlara biz böyümə hormon müalicəsi başlaya bilirik. Sualınızın əvvəlinə dönərsək, doğularkən olan boydan daha önəmli doğularkən olan kilosu vacibdir. Misal üçün 3 kiloqram çəkidə doğulub 51 santimetr. Tam normaldır. Burada hər hansı bir problem yoxdur. Əsas təkrar edirəm ki, SDS-lərimiz var, bizim standart kənara çıxmalar, bəli, onu hesablayırıq. Hamiləlik həftəsinə görə neçə kilo doğulub. Bəs yaxşı 5 kilo deyək ki, indi böyük deyil, 4-600, 4-800, makrosamik, bəli, amma boyu 51-dirsə, bu bəstə boyu olma ehtimalı daha çoxdur bunun. Doğularkən təkrar edirəm, əgər normal aralıqdadırsa boyu və kilosu, orada proqnoz verməyi biz ancaq 3 yaşdan sonra eləyirik. Təbii ki, makrosamik uşaqların öz problemləri varsa, gələcəkdə diabet riski və s. kimi. Amma ki, boy haqqında normal kilo ilə doğulan bir uşaqdırsa, normal boy və kilo ilə ancaq 3 yaşından o uşaq artıq gəlib. Belə deyək də, biz 3 yaşa qədər uşaqları üfüqi vəziyyətdə ölçürük. Şaquli ölçümə təxminən 2 yaşdan, 3 yaşdan sonra keçir. Artıq uşağı şaquli ölçmələrini biz apardıqda, onun persentili də xüsusi bir yerdə olur. 3-dən başlayaraq 97-ci persentilə qədər. Biz artıq o persentili izlənməklə proqnoz verə bilirik ki, uşağın gələcək boyu necə hesablanır və ən də vacib öz genetik potensialına uyğun böyüyürmü? Bu çox vacib bir məqamdır. Rəman xanım, bəs genetik faktor nə dərəcədə vacibdir? Çünki bəzən baxırsan ki, uşaq bəstə boydur, görürsən ki, valideynlər də elədir və yaxud əksinə, amma uşağın hansısa əmisi bəstə boydur, deyirlər, getdin oxşadın falan əmi və onun da boyu balacadır. Burada genetik faktor doğrudan da ciddi rol oynayırmı? Yəni, yoxsa biz boy hormonu verərək genetik olaraq bəstə boy uşağın da gələcəkdə uca boylu olmasına kömək edə bilərikmi? Genetik amil olduqca önəmlidir. Dediyim o genetik potensial məhz ata-ana boyuna görə hesablanır. Ata-ana orta boyludursa, deyək ki, persentildə 50-ci xəttədirlərsə, uşağın da həmin xətt üzrə getməyi proqnozlaşdırılır. Əgər uşaq öz genetik potensialından kənara çıxırsa, genetik potensialından geri qalırsa, baxmayaraq ki, həmin yaş dövrü uşaqlar üçün normal aralıqdadır, bu da bir xəstəliyin əlaməti ola bilər. Yəni, nəticədə hər kəs öz valideyn boylarına uyğun bir boya sahib olur. Təbii ki, əgər uşağın böyümə prosesində qidalanması yaxşı olarsa, bütün bu əlverişli şərait yaradılarsa, belə deyək, uşağın boyu artımı üçün öz genetik potensialından hətta 7-8 santimetrə qədər daha hündür də ola bilər. Və yaxud da uşaq vaxtı çox tez-tez xəstələnib, baxmayaraq ki, valideynləri normal və yaxud da hündür boyludurlar, lakin uşaqda tez-tez xəstələnmə halları olub, qidalanması qeyri-düzgün olub, fiziki aktivliyi heç olmayıb. Bu halda uşaq öz genetik potensialından daha aşağı bir cizgi ilə böyüyə bilər. Genetik amillərdən daha vacib ata-ananın boyudur. Təbii ki, daha sonra əgər uşaqda bir patoloji boyu qısalığı varsa, biz ailə ağacını, nəsil ağacını da baxırıq, görək ki, patoloji qısa boyluq verən hər hansı bir qohumda, əqrabada kimsə varsa, ola bilsin ki, uşaqda da həmin genin aktivləşməsi olub, uşaq da öz valideynlərinin boyu normal olmağına baxmayaraq daha qısa boyludur. Müşahidələriniz nə göstərir? Son illərdə uca boylu uşaqlar daha çoxdur, yoxsa bəstə boylu uşaqlar? Məsəl üçün, mən öz övladıma deyim, Allah hər kəsin övladını qorusun. Deməli, 1.68 mənim boyumdur, 1.78 atanın, amma uşağın boyu 1.87-dir. Maşallah. Amma ata tərəfdə baba uca boyludur, dayı 83-lərdədir. Yəni, və baxıram ki, onun tələbə yoldaşlarında da bu boy daha hündürdür. O il mi deyim, o nəsil mi deyim, necə deyirlər bunu? Yəni, bu nədənsə asılıdırmı? O dönəmki ekoloji faktordanmı, nə bilim, o dönəmdə uşaqların qida seçimlərindənmi, yoxsa idman seçimindənmi? Yəni, çox maraqlı bir məsələni vurğuladınız. Çünki mən gördüyüm qısa boyluq daha artıb. Daha artıb. Mən gördüyüm odur və hətta biz həmkarlarla danışanda
günlük müayinələrimizə gələn pasiyentlərdən irəli sürdüyümüz çıxarışlar bundan ibarətdir ki, Azərbaycanda hal-hazırdakı vəziyyət qısa boyluğun daha da artması və burada altda yatan səbəbin boy hormon çatmazlığından daha çox cinsi inkişafın erkən olmasıdır. Cinsi inkişaf daha erkən olur, hətta vaxtında olanlar belə daha sürətlə tamamlanır. Bu da nəticədə yekun boyu daha qısa saxlaya bilir. Bu oğlan uşaqlarda mı müşahidə edirsiniz daha çox boyu qısalır, yoxsa qızlarda mı? İkisində də. Qızlarda daha çox, amma oğlanlarda da bu məsələ var. Çünki bizdə oğlan uşaqları belədir ki, daha aktivdirlər. İdmanla, misal üçün, müayinəyə gələn 10 uşaqdan, deyək 5 qız, 5 oğlan, qızlardan biri idmanla məşğul olsa, oğlanlardan biri 3 idmanla məşğul olma biz məsələsini görürük. Ona görə də qızlarda cinsi inkişafın daha tez olmağı və yaxud da daha tez tamamlanmağını daha çox görür, amma eyni tendensiya oğlanlarda da təbii ki var. Bəs idmanın nə dərəcədə rolu var boyumuzun artmağında? Məsəl üçün, bəzən görürsən ki, valideynlər elə kiçik yaşlardan uşağı idmana qoyurlar ki, boyu artsın, basketbol və yaxud elə idman növü varmı ki, boyun artmamasına səbəb ola bilər? İdman ümumiyyətlə uşaqların həyatında, belə deyək də, uşaq artıq şaquli vəziyyətə keçəndən mütləq şəkildə öz yaşına uyğun bir idmanla məşğul olmalıdır. İdman çox yönlü təsiri var boy artımına. Ən birinci təsir odur ki, idmanla məşğul olan uşaqlarda sümük sıxlığı, sümük möhkəmliyi yaxşı olur, möhkəm olur. Daim, belə deyək, güc tətbiq olunduğuna görə uşaqlar hoppanırlar, tullanırlar, hər hansı bir hərəkətlər edirlər, əzəlləri hərəkət edir. O da sümüyə mexaniki təsir göstərir və qan dövranı yaxşılaşır, sümüyün uzunluq böyümə prosesi daha yaxşı bir şəkildə gedir. İkinci faktor odur ki, hətta bu məsələ ilə bağlı böyük bir Avropada araşdırma da aparmışlar ki, idmanla məşğul olan uşaqlarda cinsi inkişaf daha gec başlayır. Yəni daha yaşına uyğun başlayır, tez başlamır belə deyək. Çünki idmanla məşğul olan uşaqlarda pi toxumasının toplanması daha düzgün gedir, leptin daha aşağı səviyyələrdə olur, yəni kökəlmə meyliliyi, bəli, piyələnmə daha az görülür və bu səbəbdən də cinsi inkişaf, təkrardan yenə gəlirik cinsi inkişafa, cinsi inkişaf daha normal yaşında başlayır deyə idmanla məşğul olan uşaqlarda boy məşğul olmayan yaşlılarla müqayisə daha hündür boy olurlar. Gəldik xüsusi bir idman növünə. Heç bir xüsusi idman növü yoxdur ki, bu idman növü boyu artırır, bu idman növü boyu qısa saxlayır. Sadəcə olaraq hər zaman valideynlərə deyirik ki, professional idmanla məşğul olan uşaqlarda belə biz boy qısalığı görə bilirik. Burada əsas məsələ yaşa uyğun fiziki gərginliyin verilməsidir. Yəni, əgər bir uşaq aldığı qidayla, aldığı enerji ilə sərf elədiyi enerji arasında disbalans yaranırsa, bu da boya mənfi təsir göstərəcək. Baxmayaraq ki, uşaq idmanla daim məşğul olur. Buna görə də idmanla məşğul olma belə balanslı bir şəkildə olmalıdır. Uşaq həftədə 5 gün, 3 saat idmanla məşğul olmamalıdır. Uşağın asudə vaxtı olmalıdır, əzələnin, sümüyün, belə deyək də, bərpa prosesi olmalıdır. Bəli, idmanla məşğul olan uşaqların, misal üçün, qidasında zülala, faydalı digər minerallara xüsusi diqqət ayırmaq lazımdır. Bəli, əfsuslar olsun ki, bunlar diqqətə alınmır. Tək idmana getmək işi həll eləmir. Aydındır. Yəni, əgər uşaq professional idmanla məşğul olursa, onun qidalanma rejimi xüsusilə təyin olunmalıdır. O, uşağın boyuna, çəkisinə, həyat tərzinə, vərdişlərinə uyğun olaraq. O zaman belə bir sual da verim. Bu, daha çox mikro elementlərin hansınsa çatışmazlığı boya təsir edirmi? Boya təsir göstərən, belə deyək də, balanslı qidalanma olarsa, biz misal üçün boy qısalığına gələn uşaqlarda ən birinci hormonları yoxluyuruq. Qan dəyərləridir, ferritindir, bu kimi göstəricilərə baxırıq, amma xüsusi mikroelementləri yoxlamırıq. Çünki elə bir araşdırma yoxdur ki, o mikroelement çatmazlığında boy daha qısa olur. Təbii ki, fərqli araşdırmalar vardır ki, çink, misal üçün mikroelementi, reseptor səviyyəsində boy hormonuna həssaslığı artırır. Vitamin D özü həmçinin. Amma təkrar edirəm ki, bizim boy üzrə olan rəhbərlərdə bunu yoxla, protokollarımızda belə bir şey yoxdur ki, bu elementi verəndə uşağın boyu daha yaxşı olacaq. Yəni, balanslı qidalanma olarsa çox yaxşı olar. Vitamin D çox önəmlidir. Təbii ki, vitamin D-ni ona görə də bütün pasiyentlərimizə tövsiyə edir ki, yay mövsümü, baxmayaraq ki, biz günəşli ölkədə yaşayırıq. Yay mövsümü bitəndə, oktyabr ayı üçün, təxminən payız aylarında mütləq şəkildə yaydan nə qədər depo yığdığı yoxlayıb və nə qədər də günəşli
ölkə olsaq belə profilaktik doza mütləq şəkildə qəbul olunmalıdır. Çünki çox vaxt görürük ki, sadəcə 1 yaşa qədər bu profilaktik tədbirlər aparılır, 1 yaşdan sonra aparılmır. Ona görə də vitamin D, çünki kalsium metabolizmasında, sümük metabolizmasında vacib olan bir hormon olduğuna görə, vitamin olduğuna görə çox önəmlidir ki, qanda səviyyəsi yetərli səviyyədə olsun. Bir məsələyə də toxunmaq istəyirəm. Bu uşaqların, siz dediniz ki, qidalanması, amma bugün təəssüf ki, ekoloji faktor məlum məsələdir, hava kirliliyinin artması, daha sonra mikroplastiklərə məruz qalmağımız, torpaqda pestisidlərin istifadəsi ilə bağlı olaraq o mikroelementlərin azalması ki, biz uşağı balanslı qidalandırdığımızı düşünsək belə, o qidada o mikroelementlər olmadığı üçün dolayı yolla uşaqda da çatmamış ola bilər. Və siz biraz əvvəl Ləman xanım qeyd elədiniz ki, boy hormonu və bu da çox dəbdir. İndi valideynlər heç uşaq endokrinoloquna getmədən belə gedirlər uşağın boy hormonu analizi verirlər. Bu nə dərəcədə doğrudur? Və yaxud deyək ki, valideyn narahatdırsa ki, uşağın boyu kifayət qədər böyümür, öz başına gedib hansısa bir analiz verməsi işinə yarayacaqmı? Çox yanlışdır, çox yanlışdır. Belə deyək ki, 2 dəfə daha çox məsrəfə düşürlər, xərcə düşmüş olurlar. Çünki bizə olan müraciətlərin cəmi 10%-də böyümə hormon çatmazlığı çıxır. Digər yerdə qalan 90% hallarda altda yatan qidalanma yetərsizliyi, uşağın kilosunun çox az olmağı və yaxud da mədə-bağırsaq sisteminə bağlı bir xəstəlik ortaya çıxır ki, burada artıq biz lazımı mütəxəssisə yönəldirik və yaxud da özümüz korreksiya edirik həmin göstəriciləri və uşağın boy artımı normallaşmış olur. Ümumiyyətlə, boy qısalığı ilə müraciət edəndə mütləq şəkildə bütün orqan və sistemin normal fəaliyyətindən əmin olduqdan sonra, uşaqda qida defisiti, yəni normal qidalanmasından əmin olduqdan sonra, yuxu rejimidir, qidasıdır, bütün bunlar balanslı olduqdan sonra, bunlara rağmen uşağın yenə də boyu qısadırsa, boy artımı yetərsizsə, ancaq o halda biz artıq hormonal testlərimizi eləyirik. Və çox doğru vurguladınız ki, həqiqətən də laboratoriyada gedib səhər tezdən ac qarına verilən böyümə hormonu, somatropin yoxlamaq çox yanlışdır. Əgər boy qısalıq şübhəsi varsa. Çünki boy hormonunun özünün pulsatil bir ifrazı vardır. Yəni, boy hormonu pasiyent yoxlayan vaxtı çox az göstərə bilər və yaxud da laboratoriyanın referans aralığından biraz yüksək göstərə bilər və bu deməkdir ki, bu uşaqda böyümə hormonu yetərli ifraz olunur. Bunun üçün biz xüsusi endokrində stimulyasiya testlərindən istifadə edirik. Pasiyenta vaxt təyin olunur. 3 saat ərzində böyümə hormonunun ifrazını bir növü stimülə edən hər hansı bir dərman verilir və 3 saat ərzində hər yarım saatdan bir qan dəyərləri alınır. Daha sonra o dəyərlərə görə biz ancaq fikir bildirə bilirik ki, bu uşaqda böyümə hormon çatmazlığı varmı, yoxsa yoxdur. Varsa da mütləq şəkildə, hətta çatmazlıq diaqnozu qoyulan uşaqlarda MRT müayinəsindən keçirdikdən sonra böyümə hormon təyin olunur. Ona görə də siz doğru vurğulayırsınız ki, valideynlər hətta biz görürük qeyri-ixtisas həkimləri və yaxud da valideynlər özləri çox rahat böyümə hormonu əldə edib istifadə edirlər. Analizdən gəlirsin yanınıza hazır. Analizlə də gəlirlər və hətta istifadə edənləri də biz görürük ki, bu çox da belə deyək, qeyri-ciddi yanaşılası bir məsələ deyil. Böyümə hormonu təyinatı bir neçə etapdan keçdikdən sonra, əmin olduqdan sonra təyin olunmalıdır. Yəni, sadəcə uşağımın boyu biraz da hündür olsun deyə, biraz 3 ay böyümə hormonu verim, 170 olacaqsa, bəlkə 175 olar deyə ki, 170 də normaldır o uşaq üçün. Bu düşüncədən irəli gələrək öz başına boy hormonu alıb vururlar uşaqlara. Mən bilirəm belə ailələr var. Bəli, və bir də o məsələ də çox aktualdır bizə olan müraciətlərdə. Məsəl üçün, uşağın normal boyu 1.70 hesablanır, amma ailə istəyir uşağın boyu 1.75 olsun. 1.80 olsun. Yəni, patoloji boyu qısalığı yoxdursa, o uşağa kənardan verilən böyümə hormonu elə bir faydası olmayacaqdır. Çünki orqanizmin özünün bir, belə deyək, necə deyim, imkanları var ki, öz böyümə hormonu bu uşağı 1.70-ə, 75-ə qədər uzadırsa, kənardan verilən böyümə hormonu onu 1.80-ə qədər uzatmayacaq. Çünki sümüklərin özünün uzanma bir, necə deyim, ehtiyatı var, ondan artıq olmur. Bəzi ailəsəl boy qısalıqlarda, patoloji qısalıqlarda, baxmayaraq ki, böyümə hormonu sekresiyası yetərlidir. Həmin hallarda, bəli, biz bu müalicəni eləyirik. Amma təkrar edirəm ki, söhbət, misal üçün, bir qızın boyu 1.50-dən daha qısadırsa, bir oğlan 1.65-dən daha qısa proqnozlaşdırılırsa, bu müalicəni tətbiq eləmək olar. Amma 5 sm artıq olsun, amma 1.70 isə bu halda məsləhət də görmürük, tövsiyə də eləmirik və elə bir faydası da olmur.
Təşəkkür edirəm. Biz davam edəcəyik reklamlardan sonra söhbətimizə. Hələlik isə istəyirəm bizim baş sponsorumuz Ştada şirkətinə öz təşəkkürümü bildirim. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini difisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini difisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamini qəbulu üçün nəzərdə tutulub. Kalsium D3 Nikomet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik Ştada şirkətinə, bizim verilişimizin baş sponsoruna. Digər sponsorumuz fizioterapevt, idman həkimi Dr. Fərid Səlimovdur. Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edib Fərid doktorun qəbuluna düşməyiniz kifayətdir. Reklamlardan sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.